Babəkin xilafət ordusunu düz 7 dəfə məğlub etdiyini bilirdinizmi? Bəs onun xəyanətə uğrayaraq məğlub olmasından necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan Xürrəmilər hərəkatı 8-ci əsrin sonu, 9-cu əsrin əvvəllərində Ərəb xilafətinin Azərbaycanda yerli əhaliyə qarşı zülmünə və ədalətsizliyinə qarşı yönəlmiş xalq üsyanı hesab olunurdu. Üsyanın əsas rəhbəri Cənubi Azərbaycanın Ərdəbil vilayətində doğulmuş Babək idi. Babək haqqında söhbətə başlamazdan əvvəl gəlin onun Xürrəmilərlə necə bir araya gəlməsindən, hansı hadisədən sonra üsyan rəhbəri olmasından danışaq. Əməvilər sülaləsinin dövründə başlanan Azərbaycan torpaqlarının işğalı 705-ci ildə Albaniya dövlətinin süquta uğraması ilə tamamlandı. Bundan sonra ərəblərin Albaniyanın şimalında yerləşən Xəzər xaqanlığı ilə müharibələri başladı. 8-ci əsrin sonuna kimi davam edən bu müharibədə ərəblər Xəzərlərə qalib gəlib Qafqazda tamamilə möhkəmləndilər və İslam demək olar ki, regionun əsas dininə çevrildi. Amma uzun illər davam edən müharibələr yerli xalqın səbir kasasını yavaş-yavaş daşdırırdı. Əməvilərin vergiləri 1-ə 5 artırması, yerli əhaliyə göstərdikləri mənfi münasibət xilafətə qarşı üsyanları qaçılmaz edirdi. 750-ci ildə xilafətdə Əməviləri devirən Abbasilər sülaləsi hakimiyyətə gəldi. Abbasilər yerli xalqa etdiyi zülmlərlə Əməviləri də geridə qoydu. Bu da haqlı olaraq Azərbaycanın müxtəlif yerlərində xilafətə qarşı üsyanların baş verməsinə səbəb oldu. Belə üsyanların birini də Ərdəbil yaxınlığında yerləşən əzəmətli Bəz qalasına sığınan yerli əhali qaldırdı. Qırmızı bayraqlarla xilafətə qarşı duran bu insanlar özlərini Xürrəmilər adlandırmağa başladılar. Xürrəmilərin sorağı o qədər geniş yayıldı ki, digər ərazilərdən də onlara qoşulanlar oldu. Təbəri yazırdı ki, Xürrəmilərin xilafətə qarşı ilk üsyanı Hicrətin 162-ci ilinə təsadüf edirdi. Bu da miladi təqvimlə 778-ci il deməkdir. Lakin Xürrəmilərin ilk üsyanı lokal xarakter daşıdığından xilafət üçün o qədər də böyük təhlükə kəsb etmirdi. Bu zamanlarda Xürrəmilər hərəkatının başında əslən Ərdəbilli olan Cavidan adlı sərkərdə dururdu. Səkkizinci əsrin sonunda Xürrəmlərin növbəti uğursuz üsyanından sonra onların birliyi demək olar ki, pozuldu və üsyançılar arasında parçalanmalar getdi. 810-cu illərdə Xürrəmilər demək olar ki, iki yerə bölünmüşdülər. Bu dövrdə xilafətə qarşı çıxışlara bir müddətlik ara verildi. Xürrəmilərin rəhbərlərindən biri olan Əbu İmran üsyançıların əsas lideri Cavidana tabe olmaq istəmirdi. Günbəgün artan çəkişmə Xürrəmiləri xeyli zəiflətdi. 816-cı ildə Cavidan və Əbu İmran təkbətək döyüşdə üz-üzə gəldilər. Cavidan Əbu İmranı döyüş meydanında öldürsə də, aldığı ağır yaradan 3 gün sonra həyatını itirdi. Cavidan ölərkən son sözündə Xürrəmilərə rəhbərlik etməyi ən yaxın silahdaşı Babəkə tapşırdı. Babək isə xilafət zülmündən qurtulmaq üçün Bəz qalasına sığınan kəndlilərdən biri idi. O burada döyüş qabiliyyətlərinə yiyələnmiş, at sürmək öyrənmiş, bir sözlə Cavidanın ən yaxın adamlarından birinə çevrilmişdi. Cavidanın dul arvadı ilə evlənən Babək Xürrəmi qısa zamanda üsyançıların rəğbətini qazandı. 816-cı ilin yayında Babəkin yeni Xürrəmi lideri təyin olunması ilə üsyanın məcrası tamamilə Ərəb xilafətinə qarşı yönəldi. Bu həm də Azərbaycan xalqının milli azadlıq mübarizəsi idi. (816-cı ilin payızında Babəkin rəhbərliyindəki Xürrəmilər Bəz qalasından ayrılaraq Ərdəbil istiqamətinə yola düşdülər. Bir neçə gün sonra Babəkin ordusu Ərdəbil şəhərinin yaxınlığında ərəblərlə üz-üzə gəldi. Günlərlə davam edən döyüşdə Xürrəmilər ərəbləri ağır şəkildə məğlubiyyətə uğratdılar. Bununla da Xürrəmilər Ərdəbil şəhərinə nəzarəti ələ keçirdilər. Ərdəbildəki bu qələbə Xürrəmilərin gücünü bir daha sübut etdi.
819-cu ildə Abbasi ordusu böyük bir qüvvə ilə Xürrəmlərin mərkəzi olan Bəz qalasına doğru hərəkətə başladı. Lakin Bəz qalasının yolunun üstündə yerləşən Xalxal kəndində Xürrəmlərin ərəblərə qəfil hücumu ilə xilafət ordusu xeyli itki verdi. Onlar Bəz qalasını mühasirəyə alsalar da heç bir uğur əldə edə bilmədilər. Ərəblər üzərində qazanılan bu qələbə Babəkin və onun tərəfdarlarının şöhrətini daha da artırırdı. Artıq onun ordusunun sıralarında döyüşənlər yalnız Cənubi Azərbaycanın Ərdəbil mahalından deyil, Şirvandan, Qarabağdan, Arandan, Təbrizdən, bir sözlə Azərbaycanın hər yerindən idi. (829-cu ildə ərəblər Bəz qalasını tutmaq məqsədi ilə 100 minlik ordu ilə Həştadsar dağı istiqamətində hücuma keçdilər. Lakin döyüşə öncədən hazırlıq görən Babək xilafət ordusuna qəfil zərbələr vurdu və ərəblər döyüş meydanında xeyli itkilər verib geri çəkildilər. Həştadsərdəki bu qələbə Babəkin nüfuzunu daha da artırdı. (830-cu ildə Xürrəmilərin və ərəblərin orduları Həmədan şəhərinin bir addımlığında üz-üzə gəldilər. Günlərlə davam edən döyüşün sonunda Babək ordusundan sayca qat-qat çox olan ərəb ordusunu darmadağın etdi. Bu qələbə ilə Xürrəmilər Həmədan vilayətini də ələ keçirdilər. Həmədan qələbəsindən sonra Cənubi Azərbaycan tamamilə Xürrəmilərin nəzarətinə keçdi. Bu dövrə kimi Babəkin rəhbərliyindəki Xürrəmilər düz 7 dəfə xilafət ordusunu ağır şəkildə məğlubiyyətə uğratmışdılar. Babək Xürrəmi ilə bacara bilməyən xəlifə Məmun və onun qardaşı Möhtəsim bu dəfə fərqli bir taktikaya əl atdılar. Onlar 832-ci ildə öz döyüşkənliyi ilə şöhrət qazanmış sərkərdə Afşini şimal ordularına komandan təyin edib Xürrəmilərin üzərinə göndərdilər. Türk mənşəlli Afşin bu vaxta kimi xilafət ordusuna sədaqətlə xidmət etmiş və 831-ci ildə Misirdə Adus Əl-Fəxrinin qaldırdığı üsyanı yatırmaqla xəlifənin rəğbətini qazanmışdı. Xəlifənin sərkərdə Afşini Babəkin üzərinə göndərməsi Xürrəmilər hərəkatına da təsirsiz ötüşmədi. Qətiyyətli bir sərkərdə olan Afşin böyük vədlər qarşılığında Babəkin bir neçə yaxın adamını satın aldı. Bir il boyunca ordusunu döyüşə kökləyən Afşin 833-cü ilin yazında öz qüvvələri ilə Bağdaddan Azərbaycan istiqamətində yola düşdü. Xilafət və Xürrəmilərin qüvvələri 3 il əvvəl olduğu kimi yenə də Həmədan şəhərinin yaxınlığında üz-üzə dayanmışdı. Lakin bu dəfə xilafət ordusunun başında türk qanı daşıyan Afşin dururdu. Həmədandakı növbəti döyüşdən əvvəl Afşin gizli bir yerdə Babəklə görüşərək döyüşsüz təslim olacağı halda xəlifənin onu bağışlayıb mükafatlandıracağını bildirdi. Lakin Babək Xürrəmi bu təklifi rədd edib xəlifəyə boyun əymədi. İkinci Həmədan döyüşü ərəblərin kəskin hücumu ilə başladı. Afşin bu dəfə Xürrəmilərin üzərinə xilafət tarixinin ən böyük ordularından birini gətirmişdi. Belə ki, 2-ci Həmədan döyüşündə xilafət ordusunun sayı 300 min nəfərə çatırdı. Babəkin isə buna qarşılıq 60 min döyüşçüsü var idi. Döyüşün gedişində Babəkin qüvvələri mərkəzdə üstünlük əldə etsə də, xilafət ordusunun cinahlarındakı say üstünlüyü Xürrəmiləri geri salırdı. Bu gerilik onların xilafət ordusunun mühasirəsinə düşmə riskini xeyli artırırdı. Bunu görən Babək döyüşün sonlarına yaxın salamat qalan qüvvələri ilə geri çəkilmək qərarına gəldi. Beləcə Xürrəmilər Babəkin rəhbərliyində ilk dəfə olaraq məğlubiyyətə uğradılar. Bu məğlubiyyət Həmədan şəhəri və ona yaxın ərazilərin Xürrəmlərin əlindən çıxmasına səbəb oldu. Bir çox orta əsr tarixçiləri Həmədandakı məğlubiyyətin əsas səbəbi kimi xilafət ordusunun say üstünlüyünü yox, bəzi Xürrəmi liderlərinin Babəkə xəyanət etdiyini göstərirlər. Bu qələbədən sonra Afşin Babəkə qalib gəlmək üçün xəlifə Möhtəsimdən daha böyük bir ordu istədi.
836-cı ilin yazında Afşinin rəhbərliyindəki xilafət ordusu yenidən Azərbaycan istiqamətində hücuma başladı. Ərəblər bu dəfədə Həştadsər dağını aşıb Bəz qalasını tutmaq istəyirdilər. Bəz qalasının ətrafındakı dağlara yaxşı bələd olan Babək bu dəfə ordusunu düzən əraziyə çıxarmadı. O gözləyirdi ki, xilafət ordusu Həştadsər dağına tərəf istiqamət alanda qəfildən sağ və sol cinahlardakı qüvvələrini işə salsın. Afşin Babəkin ordusunun düzən əraziyə gəlmədiyini görüb hücum əmri verdi. Beləcə xilafət ordusu sağ və sol cinahlardan Xürrəmilərin qəfil hücumuna məruz qaldı. Bu döyüşdə xilafət ordusu xeyli canlı qüvvə itirdi və Xürrəmilər külli miqdarda silah-sursat, ərzaq və hərbi qənimət əldə etdilər. Yaqut Əl-Həməvi yazırdı ki, 2-ci Həştadsər döyüşündə ərəb ordusu 30 min nəfərdən çox itki vermişdi. Bu döyüşdəki şanlı qələbə Xürrəmilər üçün Həmədan məğlubiyyətinin ruh düşkünlüyünü aradan qaldırdı. Həştadsərdəki rüsvayedici məğlubiyyət ərəb ordusunu bir xeyli sarsıtdı. Vəziyyəti belə görən Afşin, xəlifə Möhtəsimin yanına gələrək Babəklə mübarizə aparmaq üçün daha böyük bir orduya ehtiyac duyduğunu bildirdi. Xəlifə isə qorxulu kabusuna çevrilmiş Babəkə qalib gəlmək üçün hər şeyə hazır idi. O, ucqardakı vilayətlərə xəbər salaraq bütün hərbi birlikləri paytaxt Bağdadın yaxınlığında yerləşən Samirə şəhərinə topladı. Tarixçi Əz-Zəhəbi yazır ki, xəlifə Möhtəsim Babəklə son döyüşə hazırlıq üçün xəzinəsindən 1 milyon dirhəm vəsait xərcləmişdi. Bütün hazırlıqlar tamamlandıqdan sonra Afşinin komandanlığındakı 500 min nəfərlik xilafət ordusu Bəz qalasını tutmaq məqsədi ilə Azərbaycan istiqamətində yola düşdü. Ərəblər 837-ci ilin yayında Bəz qalasının yaxınlığına yetişdilər. Afşin bu dəfədə Babəkə döyüşsüz təslim olacağı halda bağışlanacağını və xəlifə tərəfindən mükafatlandırılacağını bildirdi. Vətəninin azadlığını daha üstün tutan Babək bu dəfədə təklifi rədd etdi. 837-ci ilin avqustunda ərəblər Bəz qalasını 4 bir tərəfdən mühasirəyə aldılar. Lakin davamlı müqavimətlə üzləşən xilafət ordusu qalaya yaxın düşə bilmədi. Vəziyyəti belə görən Afşin hiləyə əl ataraq öz adamlarını gizli bir şəkildə tacir qismində şəhərə salmağı bacardı. Məhz bunun sayəsində Afşinin ordusu Bəz qalasına yaxınlaşa bildi. Təbəri yazırdı ki, 837-ci ilin 26 avqustunda xilafət ordusu Bəz qalasına daxil olmuşdu. Təbərinin məlumatına görə Afşin qala divarlarının dağıdılmasını, bütün evlərin yandırılmasını əmr etmişdi. Nizam Əl-Mülkün verdiyi məlumata görə Bəz qalası süquta uğrayarkən ümumilikdə 80 mindən artıq Xürrəmi qılıncdan keçirilmişdi. Onların arasında Babəkin ailə üzvləri də var idi. Babək özü isə tacir paltarı geyinib, bir neçə yaxın adamı ilə Həştadsər dağının yaxınlığındakı dərəyə enərək gizli yollarla Bəz qalasından uzaqlaşmağı bacardı. Onun məqsədi Arazın şimal hissəsinə keçib, oradan da Bizans imperiyasına yollanmaq idi. Çünki həmin dövrdə Bizans imperiyası ilə Ərəb xilafətinin arası o qədər də yaxşı deyildi. Bunu yaxşı bilən Babək, Bizans imperatoru Feofildən hərbi dəstək alıb, yenidən Bəz qalasına qayıdıb xilafətə qarşı mübarizəsinə davam etmək niyyətində idi. Amma sən saydığını say, gör fələk nə sayır. Təqib olunduğunu bilən Babək, yolüstü keçmiş müttəfiqi Səhil ibn Sumbatın qalasına sığındı. Lakin Səhil ibn Sumbat keçmiş müttəfiqinə xəyanət edərək onun yerini ərəblərə bildirdi. Babək və onun yaxın adamlarını ələ keçirən Afşin tez bir zamanda bu xəbəri xəlifə Möhtəsimə yetişdirdi. Xəlifə isə Babəkin Samirə şəhərinə gətirilməsini əmr etdi. Babək Xürrəmi 838-ci ilin 4 yanvarında Samirəyə gətirildi və elə həmin gündə xalqın önündə işgəncələrə məruz qalaraq öldürüldü. Bununla da xilafəti lərzəyə gətirən Xürrəmilər hərəkatı sona çatdı. Azərbaycanda başlanan Xürrəmilər hərəkatı yatırılsa da, üsyan ərəb xilafətini kökündən sarsıdaraq onun süqutunu tezləşdirdi. Babəkin komandanlığındakı Xürrəmilər 20 ildən artıq müddətdə xilafət ordusunun 225 min döyüşçüsünü, onlarla sərkərdəsini məhv etmişdi.
Ərəb şərqşünası Məsudi Xürrəmilər hərəkatı haqqında danışarkən az qala Abbasilər xilafətini məhv edəcəkdi ifadəsini işlətmişdi. Xürrəmlər hərəkatı məğlub olsa da, üsyan qaldıranlar sonradan əsl xalq qəhrəmanlarına çevrildilər. Babək isə Azərbaycan xalqının milli azadlıq mübarizəsinin əsas simvolu oldu. Bugün unudulmaz qəhrəmanın adını hər bir soydaşımız böyük hörmət hissi və fəxarətlə anır. Onun adını ölkəmizdə rayon, Bakı və Gəncə şəhərlərində küçə və prospektlər var. 1979-cu ildə Babəkin şərəfinə eyni adlı tarixi bədii filmdə lentə alınıb. Ölkəmizin bir neçə bölgəsində ucaldılmış Babək heykəlləri isə qəhrəmana göstərilən yüksək ehtiramın təzahürüdür. Ümid edirəm Babək və Xürrəmilər hərəkatı haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.